Yarım əsr ərzində yetişdirilən on minlərlə memar və mühəndis Azərbaycan Memarlıq və İnşaat Universitetini Milli İntellekt Mərkəzinə çevirib. Bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova universitetin 50 illik yubileyi ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib. Rektorun sözlərinə görə universitetin keçdiyi 50 illik yol sadəcə zaman ölçüsü deyil, əsra bərabər 50 il devizi həm də Azərbaycanın inkişafına verilmiş real töhfələrin simvolunu ifadə edir. Elə bir sahədir ki, yəqin ki biz Bugün bizim universitetimiz üçün çox əhəmiyyətli bir gündür. Universitetimiz Azərbaycan Memarlıq və İnşaat Universiteti 50 illik yubileyini qeyd edir. Ulu öndərin Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış bu universitet 50 il ərzində çox böyük inkişaf yolu keçmişdir. Və bu tədbir bir hesabat tədbiridir. Universitet mənim üçün hər şeyi verib. Yəni burada həm dekan müavinindən 5 il dekan, artıq 10 ildir prorektor işləyirəm. Mən hesab edirəm ki, universitet bizim gəncliyimizə həmişə gözəl yollar açır. Həm burada gözəl mütəxəssis, həm də gələcəyin vətənpərvərlərini yetişdirir. Çünki bizim məzunlarımız nəinki regionlarda, nəinki Bakımızda, həm də ölkəmizdən kənarda da tanınır. Çünki buna əsas oldu ki, biz çalışırıq ki, hazırlanan mütəxəssislər rəqabətə davamlı olsun.